Demək, alkenlərdə ən çox çətinlik çəkdiyiniz Vürs və Markovnikovun eyni anda verildiyidir. Yaxşımı? İndi məsələn, deyir ki, 2 metil propenə əvvəlcə hidrogen bromidlə və ya xloridlə təsir edir. Məsələn, H-xlorla. Bunu ilk öncə nə etməlisiniz? Üzvü birləşmələrdə yadınızda qalsın, formullar tərsinə oxunaraq yazılır. Propen dersə neçə karbon düzülür? 3 dənə karbon. N varsa mütləq nəyi göstərməlisiniz? 2 qat rabitəni. Reaksiyada burada getdiyinə görə mən yaxşı olar 2 qat rabitəni burada göstərim. Çünki mən burada göstərəndə bir qədər formul mürəkkəbləşir aldığımız formul. İndi gəlin hidrogenlərə tamamlayaq. İkinci karbonda metil var. Burada bir dənə metil qoysunuz. CH3. Artıq mərkəzdəki karbon 4 valentlidir, hidrogen qəbul eləmir. Buradaki karbon 2 dənə valenti var. Bura 2 dənə hidrogen qoyursunuz. Burada 1 dənə valenti var. Burada 3 dənə hidrogen qoyursunuz. İndi gəlin tətbiq edək Markovnikov qaydası. Markovnikov nə demişdik? Hidrogeni çox olana, baxın. Bəzən uşaqlar deyir, ay mənim, axı burada 3 dənədir, niyə burada getmir? Çünki burada birləşdirəcək bir rabitəmiz yoxdur. Onda Markovnikov harada gedir? 2 qat rabitə ətrafında. Hidrogeni çox olana, xlor isə hidrogeni az və yaxud da olmayan karbona birləşir. İndi gəlin tamamlayaq formulumuzu. Alırıq biz burada, yəni CH3 olduğu kimi qalır. Deməli, bura xloru birləşdirirsiniz. Bura CH3 qalır. Bu isə olur CH3. Bax, buradakı pi rabitə qırılır. Yaxşımı? İndi baxın, indi bunun üzərinə deyir, natriumla təsirlə alınmış X maddəsi və yaxud Y maddəsi hər nədirsə, üzərinə deyir, natriumla təsir edir. Biz burada nə edirik? İşimiz rahat olsun deyə CH3 ilə xlorunu yerin nə edirəm? Dəyişirəm ki, natriuma yaxınlaşdırım. Baxın, bax bu xloru gətirirəm bura. Bunu isə eləyirəm CH3. Vürs reaksiyasında nə demişdik? Natrium xloru götürür, olur natri xlor və radikalı təkrarlayırsınız. Əvvəlcə bura qədər yazırıq. Baxın, bax bu hissəni yazırsınız. Bura CH3. Yazırsınız CH3, CH3, CH3. Yəni bu radikalı Vürs reaksiyası o deməkdir ki, güzgüdə öz əksini neyinir? Görməlidir. Yəni qurtardığınız yerdən təkrar bir də geri yazırsınız. CH3, CH3, bir də CH3. İndi gəlin bunu adlandıraq. 1, 2, 3, 4. Əsas zənciriniz 4 karbonludur. Bu belə. İkinci karbonda bir radikal, bu da bir radikal, 2 radikal oldu. Ona göre 2'ni 2 dəfə yazacaqsınız. Üçüncü radikal karbonda 2 dənə radikal, onda 3'ü də 2 dəfə yazasınız. Onda siz metildən neçə dənə görürsünüz? 4 dənə. 4 dənə olduğuna göre bəli, tetrametil, artık bütün karbonlar tek kat rabitə olduğuna göre alkandır. 4. karbonda butan. Bu belə. Deməli